Polis tərəddüzlükdə ittiham edilərək işi məhkəmə baxışında olan şəxsi yenidən eyni əməli törətdiyi üçün saxlayıb. Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Bundan başqa, Nazim Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha 2 şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə Nazim Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.